Romalılara məktub. 7-ci fəsil. Qanundan azad olmaq. Ey qardaşlar, bunu qanunu bilənlərə söyləyirəm. Məyər bilmirsiniz ki, insan yalnız sağkən qanun onun üzərində hökmə malikdir? Məsələn, ərli qadın qanunla ərinə o vaxtacan bağlıdır ki, əri sağdır. Amma əri öldükdə qadın nikah qanunundan azad olur. Buna görə də, əgər qadın əri sağkən başqa bir kişiyə ərə gedirsə, zinakar sayılır. Amma əri ölsə, qadın qanundan azad olur və başqa bir kişiyə ərə getdikdə zinakar olmur. Eləcə də, qardaşlarım, siz də Məsihin bədəni vasitəsilə qanuna münasibətdə ölmüsüz ki, başqasına, yəni ölülər arasından dirilmiş Məsihə məxsus olasınız, belə ki, Allah üçün bəhrə verək. Çünki biz cismani təbiətə görə yaşayarkən, günahın qanun vasitəsilə gələn həvəsləri üzvlərimizdə fəal idi. Buna görə də biz ölüm üçün bəhrə verirdik. Amma indi əvvəlcə əsiri olduğumuz qanuna münasibətdə ölüb, ondan azad olduq. Nəticədə, yazılı qanunun köhnə yolunda deyil, ruhun yeni yolunda qulluq eləyirik. Günahla mübarizə. Bəs nə deyə bilərik? Qanun günahdırmı? Əsla. Qanun olmasaydı, günahın nə olduğunu bilməzdim. Əgər qanun tamah salma deməsəydi, tamahın nə olduğunu anlamazdım. Lakin günah bu əmrin vasitəsilə fürsət tapıb məndə hər növ tamah əmələ gətirdi. Çünki qanun olmasa günah ölüdür. Bir vaxt qanun məndə yoxkən mən sağ idim. Amma o əmr mənə gələndə günah dirildi. Mənsə öldüm. Beləcə anladım ki, mənə həyat verməli olan bu əmr mənə ölüm gətirdi. Çünki günah o əmrin vasitəsilə fürsət tapıb məni azdırdı və onunla məni öldürdü. Buna görə də qanun müqəddəsdir, əmr də müqəddəs, ədalətli və yaxşıdır. Belə çıxır ki, yaxşı olan bir şey mənə ölüm gətirdi. Əsla. Məhz günah olduğu aşkar olsun deyə yaxşı olan bir şeyin vasitəsilə mənə ölüm gətirirdi. Belə ki, günah əmrin vasitəsilə hədsiz günahlı olduğunu göstərsin. Biz bilirik ki, qanun ruhanidir. Mənsə cismani olub qul kimi günaha satılmışam. Çünki nə iş gördüyümü anlamıram. İstədiyimi deyil, nifrət elədiyim şeyi eləyirəm. Əgər istəmədiyimi eləyirəmsə, onda təsdiq eləyirəm ki, qanun yaxşıdır. Elə isə artıq mən deyil, daxilimdə yaşayan günah bu işi görür. Bilirəm ki, daxilimdə, yəni cismani təbiətimdə yaxşı bir şey yaşamır. Çünki yaxşı şey eləmək istəyi məndə var, amma onu yerinə yetirməyə qadir deyiləm. İstədiyim yaxşı şeyi eləmirəm, amma istəmədiyim pis şeyi eləyirəm. Əgər istəmədiyim şeyi eləyirəmsə, onda artıq mən deyil, daxilimdə yaşayan günah bu işi görür. Beləcə bu nəticəyə gəlirəm ki, yaxşılıq eləmək istərkən məndə pislik üzə çıxır. Bir yandan daxili varlığım Allahın qanunundan zövq alır. Amma üzvlərimdə başqa bir qanun da görürəm ki, ağlımın təsdiq elədiyi qanunla mübarizə aparır və üzvlərimdə olan günah qanununa məni əsir eləyir. Necə də yazıq insanam. Ölümə düçar olan bu bədəndən məni kim xilas eləyə bilər? Rəbbimiz İsa Məsihin vasitəsilə Allaha şükür olsun. Beləcə mən ağlımla Allahın qanununa, cismani təbiətimlə isə günah qanununa qulluq eləyirəm.